Hər kəsə salam. Bugün sizlərlə 6-cı sinif riyaziyyat iş dəftərindən səhifə 4-dəki tapşırıqların izahlarına baxacağıq. Bu videoların davamını gəlməyini istəyirsinizsə, sizdən bir xahişim olar ki, kanala abunə olub, videoları bəyənib, şərh yazmağı unutmayın. Bununla mənə dəstək olmuş olarsınız. Öncədən hər kəsə təşəkkür edirəm. Gəlin başlayaq. 7 nömrəli tapşırıqdan başlayırıq. A variantına baxırıq. Burada bizə verilib ki, 2 üstü 4 vurulsun. Baxın, burada yazıram. 2 üstü 4 vurulsun 3 üstü 2. Gəlin biz bu ifadələri hər birini qüvvətə yüksəldək. İlk öncə qüvvətə yüksəltməliyik. Sonra da ki, digər əməli yerinə yetirməliyik. Yəni, bunların hasilini tapmalıyıq. 2 üstü 4-ün qiymətini tapmaq üçün biz bilirik ki, 2-ni 4 dəfə özünə vurmalıyıq. Yəni, bu 4 dənə 2-nin hasilidir. Baxın. Ardınca da 3 üstü 2. Yəni, 2 dənə 3-ün hasili. Əgər siz bu tipdə suallardan çox yazmışsınızsa, artıq bunları rahat şəkildə tapa bilərsiniz. Yəni, 2 üstü 4-ün qiyməti elə 16-ya bərabərdir. Bunu bir dəfəmli yaza bilərsiniz. 3 üstü 2 də 9-a bərabərdir. Çünki artıq hesablama qaydasını bilirsiniz. 2-ni 2-yə vurursunuz 4. Sonra aldığınız 4 cavabını 2-yə vurursunuz təzədən. Eləyir 8. 8-i 2-yə vurursunuz 16. Bu da elədi 16. 3-ü 3-ə vurursunuz 9. İndi burada bizə bir dənə o qalıb ki, 16-nı 9-a vuraq. 16-nı da 9-a vuranda alınır 144. Deməli, A variantının cavabını tapmış olduq. 144 edir. Keçək B variantına baxaq. B variantında bizə nə verilib? Burada yazıram. 4 üstü 3, bunun da qüvvətində mötərizədə 2 yazılıb, bərabərdir. Bildiyimiz kimi birinci mötərizənin daxilindəki ifadəni tapırıq, bunun qiymətini tapırıq. Burada da qüvvətə yüksəltmə əməlini yerinə yetirməliyik. 4 üstü 3-ü necə tapırıq? 3 dənə 4-ün hasili. 4 vurulsun 4, vurulsun 4. Bunun da üzərində 2. Gəlin mötərizənin qiymətini birinci tapaq. 4-ü 4-ə vuranda 16 alınır. 16-nı da 4-ə vuranda alınır 64. Burada da alınır 64 üstü 2. Bu da bərabərdir. 64 vurulsun 64-ə. 64-ü 64-ə vuranda alınır. Neçə alınır? Bir dəqiqə, gəlin burada hesablayaq. 64 vurulsun 64. 4 dəfə 4 16 yazırıq bir yada. 6 dəfə 4 24 üstə gəl 25 üstə gəlinsin. 6 dəfə 4 24 yazırıq 2 yada. 6 dəfə 6 36 o da 2 38. Toplayaq. 6 9 0 yazırıq bir yada 4. Alınır 4096. Belə. Deməli, bu ifadənin cavabı 4096-ya bərabərdir. Keçək artıq C variantına baxaq. C variantında da verilib 10 üstü 4 bölünsün 5 üstü 3. 10 üstü 4 bölünsün 5 üstü 3. Gəlin yenə də qüvvətə yüksəltmə əməllərini yerinə yetirək. 10 üstü 4. Bu nə deməkdir? 4 dənə 10-un hasili. 10 vur 10 vur 10 vur 10. Bölünsün 5 üstü 3. 3 dənə 5-in hasili. Bərabərdir. Gəlin bunun da cavabını tapaq, bunun da cavabını tapaq. Sonra aldığımız cavabları bir-birinə bölərik. 10 üstü 4. Baxın, bunu necə taparıq? 10, yəni 1 arxasınca 4 dənə 0 deməkdir. 1, 2, 3, 4. Bu 10 üstü 4 deməkdir. Yəni, rahat şəkildə sizə öyrədirəm ki, əgər neçə dənə 10-un hasilini yazdıqsa, oradakı sıfırları tapırsınız. 1-i yazırsınız, neçə dənə 0 varsa ardınca onları da belə bu şəkildə düzürsünüz. Bu da elədir 10.000. 10.000-i də bölürük. 5 üstü 3-də 5 vur 5, 25. 25-i də 5-ə vuranda edir 125. 10.000-i də 125-ə böləndə alınır 80. Deməli, hansı variantı? C variantında cavabı 80 elədik. Keçirik bundan sonra D variantına. 5 üstü 3 üstə gəlsin 3 üstü 5. Birinci qüvvət yüksəltmə əməllərini yerinə yetiririk. 5 üstü 3 nəyə bərabərdir? 5 vurulsun 5 vurulsun 5. Üstə gəlsin 3 üstü 5. 5 dənə 3 vurğunun hasili 1, 2, 3, 4, 5 bərabərdir. 5 üstü 3-ü hesablayaq. 5-i 5-ə vuruq 25, 25-i də 5-ə vuranda 125. Baxın, bu ifadənin qiyməti 125. Yəni 5 üstü 3-ün qiymətini tapdıq. 125. İndi isə 3 üstü 5-in qiymətini tapırıq. Yəni 5 dənə 3-ün hasili. 3 vur 3. Eləyir 9. 9 vur 3. 81. Yox, bağışlayın 9 vur 3. 27. 27 vur 3. 81. 81 vur 3. 243. Yəni, baxın, 3 üstü 5-in qiymətini tapdıq. 243. 125-in üzərinə də 243-ü əlavə eləyək. Burada neçə alınır?
Deməli 368. Bu ifadənin qiymətini də tapdıq 368. Bundan sonra keçirik hansı varianta? D variantına baxdıq, gəlin keçək Y variantına baxaq. Y variantında bizə nə verilib? Baxın. 5 üstü 2 mütərizə açırıq, mütərizəni bağlayırıq. Üstü 2 bölünsün 5. Belə. Gəlin birinci mütərizənin daxilindəki ifadənin qiymətini tapaq. 5 üstü 2-nin qiymətini tapaq. 5 vur 5 deməkdir. Bunun da üzərində mütərizədə 2 var. Bölünsün 5. Bərabərdir. 5 vur 5 25 eləyir. Bu 25 üstü 2 deməkdir. Bölünsün 5. 25 üstü 2. Deməli 25 üstü 2 nəyə bərabərdir? 25 vur 25 deməkdir. Bu da 625 edəcək. Böl 5 bərabərdir. 25 vur 25 elə də 625. 625-i də bölürük 5-ə. Bu da eləyir 125. Belə. Bu ifadənin də qiymətini tapdıq. Keçirik. Hansı varianta? Bir dəqiqə. Y variantına da baxdıq. D variantına da baxmışıq. Keçək. Sizinlə F variantına baxaq. F variantı. 7 üstü 3 çıxılsın 2 üstü 5. Belə. 7 üstü 3 nə deməkdir? 3 dənə 7 vuruğunun hasili. Çıxılsın 2 üstü 5. Yəni 5 dənə 2 vuruğunun hasili. 1, 2, 3, 4, 5. 5 dənə 2 vuruğunun hasilini yazdım. 7 üstü 3. 7 vur 7 edir 49. 49'u da 7'ye vuranda alınır 343. Çıxılsın 2 üstü 5 tapaq. 2 vur 2 4. 4 vur 2 8. 8 vur 2 16. 16'ını da 2 vuranda alınır 32. İndi də 343'dən 32'ni çıxırıq. Alınır 300 deməli 100 311. 311 belə. Bunu da yazdıq. Bu ifadənin qiymətini tapdıq. Keçək digərinə baxaq. Hansı variant qalıb bundan sonra? Baxın bir dəqiqə. Buranı da silim. Deməli bundan sonra qalır G variantı G. Gəlin buna baxaq. 3 üstü 4 üstə gəlinsin. 2 üstü 6 çıxılsın 2 üstü 4 mütərizə daxilində bölünsün 3. Təbii ki. Birinci mütərizənin daxilindəki ifadənin qiymətini tapmalıyıq. Daha sonra bölməni yerinə yetirməliyik, sonra toplamanı yerinə yetirməliyik. Demişik də birinci əgər mütərizə baxırıqsa varsa mütərizəni eləyirik. Daha sonra artıq növbə vurma bölməyə çatır. Ən sonda da toplama çıxma. Ona görə 3 üstü 4'ü olduğu kimi yazıram. Üstə gəlinsin. Bu hissəni olduğu kimi yazıram. Mütərizənin daxilini tapmağa çalışıram. 2 üstü 6'nın qiyməti 64 edir. Çıxılsın 2 üstü 4 də 16'ya bərabərdir. Bölünsün 3 bərabərdir. Yenə də əvvəl olduğu kimi yazıram. 3 üstü 4 üstə gəlinsin. 64'dən 16 çıxanda burada alınır 48. 48 bölünsün 3. İndi baxın burada toplama əməli var, bölmə var. Hansını yerinə yetirməliyik? Təbii ki, bölməni birinci yerinə yetirməliyik. 3 üstü 4 üstə gəlinsin 48'i 3'e böləndə alınır 16. Bərabərdir. İndi 3 üstü 4'ün qiymətini tapaq. 3 vur 3 vur 3 vur 3 deməkdir. Bunun da üstünə 16 gəlirik. Baxın bu 3 üstü 4'ün qiyməti 3 vur 3 9. 9 vur 3 27. 27'ni də 3'e vuranda alınır 81. Bu 81 üstə gəl 16. Buradan da alınır deməli 97. Bu ifadənin qiymətini də tapmış olduq. 97. Keçək digər variantı H variantına baxaq. H variantına baxaq bizə nə verilib onu da tapaq. Daha sonra digərləri ilə davam edək. Deməli 8 bölünsün mütərizə daxilində 8 bölünsün 2 üstü 3 üstə gəlinsin 3 üstü 2 mütərizəni bağlayırıq üstü 4 bölünsün 100. Çıxılsın 9 üstü 2 bərabərdir. Dediyim kimi birinci mütərizənin daxilini yerinə eləyirik. Mütərizənin daxilində də diqqət yetirin. Qüvvətə yüksəltmə var, bölmə var, toplama var. Gəlin birinci qüvvətə yüksəltməni yerinə yetirək. 8 bölünsün 2 üstü 3 nəyə bərabərdir? 2 vur 2 vur 2 yəni 8. Üstə gəlinsin yenə də qüvvətə yüksəltməni yerinə yetiririk. 3 üstü 2 3 vur 3 yəni 9. Bunun da üstündə 4 bölünsün 100. Çıxılsın 9 üstü 2 yəni 81. Bunu bir dəfə də yaza bilərik. Yəni qüvvətə yüksəldib yaza da bilərik və yaxud da 9 üstü 2 şəklində də yazıb sonda da qüvvətə yüksəldə bilərik.
Mötərizənin daxilinə indi baxırıq. 8 böl 8 neçə eləyir? 1. Baxın yazıram. 1 üstə gəl. 9. Bunun da üzərində 4 var. Bölünsün 100. Ardında bu tərəfdən kənardan baxın yazıram. Çıx 81 bərabərdir. Yenə də getdik əvvələ mötərizəyə baxdıq. Mötərizənin daxilini tapırıq. 1 üstə gəl 9 eləyir 10. 10 üstü 4. Nəyə bərabərdir? Baxın 1 arxasında 4 dənə 0. 1, 2, 3, 4 dənə 0. Bölünsün 10. Baxın bölünsün 10. Bu bölmə yaxşı görünməyə bilər burada. Bölünsün 10 çıxılsın 81 bərabərdir. 1000-i 10-a bölürük. 1000-i 10-a böləndə deməli neçə qalır? Bir dəqiqə 1000 yox, bağışlayın. 10.000. 10.000 yazmışam. 10.000-i 10-a böləndə qalır 1000. 1000-dən də çıxacaq burada 81. Gəlin baxaq. Bir dəqiqə 10 bağışlayın uşaqlar. Baxın burada 100-dür, 100. 100. Bura 100 yazmışam, amma burada da 100 yazmışam. Bu 0 yaxşı, yer yoxdur deyə yaxşı görmürəm. Burada 100 var əslində. 100-dür bəli. Bunu da 100 eləyim. Deməli 10.000-i biz burada 100-ə böldük. Burada neçə qaldı? 2 dənə 0 getdi, qaldı burada yenə də 100. Yəni 10.000-i 100-ə böləndə qalır 100. Baxın bu 0-ı bir dəqiqə buradan silim. Qaldı 100, bəli. İndi də 100-dən 81 çıxırıq. Qalır neçə? 19. Bax, bərabərdir 19 belə. Bunda yazdıq. Keçək. Bir dənə sonuncu variant, I variantı qalıb. Gəlin ona da baxaq. I variantına baxaq. Deməli. Yazılıb burada 16'da 3. Vurulsun 2 üstü 6. Üstə gəlinsin 5 üstü 2. Mötərizəni açırıq. Mötərizə daxilində yazırıq bu ifadəni. Bunun da üstündə ümumilikdə 2 bərabərdir. Gəlin yenə də mötərizə daxilinə baxaq. Mötərizə daxilində qüvvət yüksəltmə əməllərini yerinə yetirək. 16'da 3 vurulsun 2 üstü 6'nın qiyməti 64 eləyir. Vurulsun 64. Bir dəqiqə bunu biraz yaxınlaşdırım. Üzərinə gəlinsin. 5 üstü 2 də 25 eləyir. 25. Bunun da üzərində 2 bərabərdir. Mötərizənin daxilinə baxırıq. Bir dəqiqə bağışlayın. Bura biraz səliqəsi olub. Bunu bir dənə düzəldim. 16, 46 yoxşur bu. 16. İndi burada ixtisarlar aparırıq. Burada vurma var. İxtisarlar aparırıq. Birinci təbii ki demişim ki vurmanı yerinə yetiririk. Vurmanı da yerinə yetirməyi yəqin ki bilirsiniz də. Adi kəsri ədədə vuranda ədədi kəsrin sürətinə vururuq həmişə. Gəlin qoy bunda yazım ki rahat olsun siz üçün. 3 vur 64 böl 16 bu şəkildə olur. Üstə gəl 25 üstü 2. Ümumilikdə 2. Bərabərdir. Gəlin burada ixtisarları aparaq. 16 16'ya gedir bir dəfə. 64 16'ya bölünür 4 dəfə. Burada qalır sürətdə 4 vur 3 yəni 12. Məxrəcdə də 1 qalır. 12 böl 1 yəni 12. Burada da qalır 12 üstə gəl 25. Mötərizənin içərisində bunun da üzərində olur 2. Belə. Sonra yazırıq bərabərdir. 12'nin üzərinə 25 gəlirik. Burada alınır 37. 37 üstündə 2. 37 üstündə 2. 37 vur 37 deməkdir. Gəlin 37'ni indi 37'ye vurum kənarda bir dəqiqə. 7 və 7 49 eləyir. 9 yazırıq 4 yadda. 3 dəfə 7 21 o da 4. Eləyir 25. Üstə gəlinsin 3 dəfə 7 21 yazırıq 2 yadda. 3 dəfə 3 9 üstə gəl 2 11. 9 alt altı toplayırıq. Alınır 6 3 1. Yəni 1369. 1369. Bunu da tapdıq. Keçək ardını davam edək. Gəlin ardını davam edək. Ardı daha doğrusu bitdi səhv etmirəmsə bu. Bəli. 7 nömrəli tapşırığı bitirdik. Keçək ardına. 8 nömrəli tapşırığa baxaq. Deyilir ki, boş xanaya uyğun ədədi müəyyən edin. 128 2 üstü neçəyə bərabərdir? 128 bərabərdir 2 üstü boş xana. Boş xana, yəni burada neçə olmalıdır ki, neçədən 2 vuruğunun hasili 128'ə bərabər olur. Biz bunu tapmalıyıq. Bunun üçün gəlin birinci 2'ni 2'yə vuraq hələlik. Eləyir 4. Ardınca davam edək. 4'ü təzədən 2'yə vuraq, eləyir 8. 8'i 2'yə vururuq, 16. 128 alana qədər bu prosesi davam eləməliyik. 16. 16'nı vururuq 2'yə, alınır 32. 32'ni vuraq 2'yə, 64.
64'ü vuraq 2-yə, alındı 128. Baxın, artıq 128'i aldıq, dayanırıq. 2 vuruqlarının sayını tapırıq. Yəni biz neçədən 2-ni bir-birinə vurub 128 almışıq. 10 tapırıq. 1, 2, 3, 4, 5, 6. Bu da bu 6. Baxın. 32'nin ikisi yox ha. Orada diqqətli olun. Bir də bu da oldu 7. Deməli 2 üstü 7'nin cavabı 128'ə bərabər olur. Keçək digərinə baxaq, B variantına baxaq. 243 bərabərdir 3 üstü boşxana. Boşxanaya baxaq, hansı ədəd olmalıdır? 243 bərabərdir 3 üstü boşxana. Yəni neçə dənə 3 vurğunun hasili, dəqiqə, neçə dənə 3 vurğunun hasili 243-ə bərabər olmalıdır? Gəlin birinci başlayaq. 3 vur 3 bərabər olur 9-a. 9 vur 3 bərabər olur 27-yə. 27 vur 3 bərabər olur 81-ə. 81 vur 3 bərabər olur 243-ə. Artıq burada dayana bilərik, dayanırıq. Sonra sayırıq ki, neçə dənə 3 vuruğun hasili 243 alınıb. Gəlin 3 vuruqlarını tapaq. 1, 2, 3, 4, 5. Deməli 5 dənə 3 vuruğun hasili. Baxın 5 dənə. 1, 2, 3, 4, 5. Belə ardıcıl yazsaq, bunun cavabı 243 eləyər. Deməli boşxanaya 5 olmalı imiş. Belə. Keçək C variantına baxaq. C variantında bizə nə verilib? Deməli C variantında verilib ki, 2 üstü boşxana. 2 üstü boşxana bərabərdir 32 üstə gəl 32. İndi gəlin sağ tərəfdəki ifadənin qiymətini tapaq. 32 üstə gəl 32 eləyir 64. Yəni bunu sadələşdiririk də. Bərabərdir 64. 2 üstü boşxana bərabərdir 64. İndi tapmalıyıq ki, 2 üstü neçəyə bərabərdir? Bunun üçün gəlin 2 vuruqlarının hasilini tapaq. 2 vurulsun 2 alınır. Burada 4. 4 vurulsun 2 burada alınır. 8. 8 vurulsun 2 alınır. 16. Bir dəqiqə aşağı yazım. 16 vur 2. 32. 32 vur 2 64. 64. Deməli, gəlin 2 vuruqlarının sayını tapaq. 1, 2, 3, 4, 5, 6. 6 dənə 2 vuruğunun hasili 64 edir. Deməli, burada boşxanaya 2 üstü 6 olmalıdır. 2 üstü 6 bərabərdir 64. Boşxananın daxilində 6 olmalıdır. Bundan sonra keçirik D variantına baxırıq. D variantında deməli, baxaq bizə nə verilib? 30 çıxılsın 2. Bir dəqiqə yazın bunu. 30 çıxılsın 2 mütərizə daxilində. Vurulsun 11. Üzərində ümumi şəkildə 2 bərabərdir 4 üstü boşxana. Gəlin sol tərəfin qiymətini tapaq, sadələşdirək. Baxın. Mötərizənin daxilində bu 30'dur. Mötərizənin daxilində çıxma var, vurma var. Təbii ki, birinci vurmanı yerinə yetirməliyik, sonra çıxmanı. 30 çıxılsın. 2'ni vuruq 11'e alınır 22. Üzərində 2 bərabərdir 4 üstü boşxana. 30'dan 22 çıxanda qalır 8. 8 üstü 2 bərabərdir 4 üstü boşxana. 8 üstü 2 64'e bərabər. 8 vur 8 deməkdir. Bu da 64 edir. Burada 4'də 6 yazdım. 4. Bəli. İndi 64 4 üstü neçəyə bərabərdir? Bunu tapmalıyıq. Gəlin baxaq neçədən 4 vuruğun hasili 64 alınır. Birinci 4'ü 4'ə vururuq. Alınır 16. 16'ını da 4'ə vururuq. Burada alınır 64. Burada saxlayırıq. Sonra 4'ləri sayırıq. 1, 2, 3. Deməli 4 üstü 3 64'ə bərabərdir. Yəni sonuncu variantda D variantı da boşxanaya 3 olmalıydı. Sonra keçirik 9 nömrəli tapşırığa baxaq. 9 nömrəli tapşırıqda bizə uyğun ədədi ifadəyə yaz və qiymətini hesabla. Ədədi ifadələr yaz və qiymətini hesabla. Bunu bizə sözlü şəkildə verilib. Biz bunu ədədi ifadələrlə yazıb və qiymət tapmalıyıq. 12 ilə 3'ün qismətinin 4-cü qüvvəti. Deməli, 12 ilə 3'ün qisməti, baxın, 12 bölü 3 deməkdir. 12 ilə 3'ün qismətini mən yazdım burada. İndi daha sonra bunun neynəməliyəm? 4-cü qüvvətini yazmalıyım. 4-cü qüvvətini də yazdım. İndi mötərizənin daxilindəki ifadənin qiymətini tapaq. 12 bölü 3 edir 4. 4 üstü 4 deməkdir. Biz 4 üstü 4'ün qiymətini tapmalıyıq burada. 4 üstü 4 nəyə bərabərdir? Yəni 4 dənə 4 vuruğunun hasili deməkdir. Gəlin 4 dənə 4 vuruğun hasilini tapaq. 4 vurulsun 4 vurulsun 4 vurulsun 4. 4 dəfə 4. 16. 16 vur 4. 64. 64'ü də 4'ə vuranda alınır 256.
Belə. Davam edək. Bunu deməli silirəm, keçirəm. B variantına baxıram. B variantına baxaq. Bizə verilib ki, 25 ilə 4-ün hasilinin 5-ci qüvvəti. 25 ilə 4-ün hasilini yazdım. Bunun 5-ci qüvvəti bərabərdir. Birinci mötərizənin daxilini tapıram. 25 vur 4 alınır 100. 100-ün 5-ci qüvvəti. Yəni 100-ü 5 dəfə bir-birinə vuraq. Baxın, 100 vur 100. Vur 100. Ardınca vurulsun 100. 4 dənəsini yazdım. Bu da olsun 5-ci. Bərabərdir. 1-i yazıram. Neçə nə 0 varsa ardınca onları yazıram. Baxın, 1, 2, 3, 4, 5, 6. Bir dəqiqə bunu bu tərəfə verim. 7, 8, 9, 10. Deməli, bu ədədi oxumaq istəsək əgər, baxın, bunu 3 ayırmalıyıq. Ədədin oxunuşunda biz bilirsiniz ki, siniflərdən istifadə edirik. Hər sinifdə 3 dənə mərtəbə daxildir. Ona görə bunu 3 ayırırıq. 3 ayırandan sonra bu təkliklər sinifi, bu minliklər, bu milyonluqlar, bu da milyardlıqlar. Milyardlıq, neysə qısa şəkildə yazmağa çalışdım. Bu da olur 10 milyard. Belə, bu ədədin adı 10 milyarddır. Keçək C variantına baxaq. C variantında bizə nə verilib? 96 ilə 90-ın fərqinin 3-cü qüvvəti. Gəlin 96 ilə 90-ın fərqini yazdıq. Bunun 3-cü qüvvəti deyil bizə. 3-cü qüvvətində yazaq. Bərabərdir. Mötərizənin daxilindəki ifadənin qiymətini tapaq. 96-dan 90 çıxırıq. Alınır burada 6. 6 üstü 3. Bu da bərabərdir. 3 dənə 6 vuruğunun hasili. 6 vur 6 vur 6 bərabərdir. 6-nı 6-ya vuranda 36, 36-nı da 6-ya vuranda 216. Belə. Keçək digərinə, sonuncu varianta baxaq. D variantına. D variantında bizə verilib ki, 5-in 3-cü qüvvəti ilə, baxın, 5-in 3-cü qüvvətini yazdım. 8-in hasili çıx, 5-in 4-cü qüvvəti. Belə. Gəlin bunu hesablayaq. Deməli, bunu necə hesablayırıq? Bir dəqiqə. 5-in 3-cü qüvvəti 5 vur 5 vur 5 deməkdir. Bu 125-ə bərabərdir. 125 vurulsun 8. Çıxılsın 5 üstü 4-də 5 dənə, 4 dənə 5-in hasilidir. Bu da 625-ə bərabərdir. Hazır şəkildə yazıram burada. Bərabərdir. Deməli, 125-i 8-ə vuranda alınır 1000. 1000-dən də çıxırıq 625-i alınır 375. 375. Belə. Cavab 375. Keçək 10 nömrəli tapşırığa baxaq. 10 nömrəli məsələdə baxaq bizə nə deyilir burada. Yaxınlaşdıraq. Deməli, rəvayətə görə şahmatı kəşf edən Seta Hind racəsi Siramdan mükafat olaraq şahmat taxtasındakı xanaların sayına uyğun buğda istəmişdir. O birinci xana üçün bir buğda, ikinci xana üçün 2 buğda. Baxın, yazın burada. Birinci xana üçün bir buğda istəyib. İkinci xana üçün 2 buğda istəyib. Və hər sonraki xana üçün əvvəlkindən 2 dəfə çox. Hər sonra ardınca məsələn gəlir 3-cü xana. Burada artıq əvvəlkindən 2 dəfə çox. Yəni 2-dən 2 dəfə çox oldu 4. Bundan sonra 4-cü xanada 4-dən 2 dəfə çox 8. 5-ci xanada olar 16. Beləcə davam eləyək. Deyir ki, bəs deməli, racə 10-cu xana üçün Setaya neçə buğda verməlidir? Gəlin tapaq. Birinciyə 1 olur. İkinciyə 2. Yəni, gəlin bunları baxın yazaq. 2 2 üstü 1 deməkdir. 4 2 üstü 2 deməkdir. 8 2 üstü 3 deməkdir. 16 5-ci, yəni 16 2 üstü 4 deməkdir. İndi sizcə baxın 5-ci 2 üstü 4-dürsə, təbii ki 10-cu da baxın ardı olacaq təbii ki arada, amma mən bir dəfəni tapmağa çalışıram. 10-cu da olar burada 2 üstü 9. Belə. 10-cu olar 2 üstü 9. Deyir ki, racə 10-cu xana üçün Setaya neçə buğda verməlidir? Təbii ki 2 üstü 9 sayda. Bizən deyir ki, sonuncu xana üçün veriləcək buğda sayını qüvvət şəklində göstərin. Sonuncu xana. Aha. Bu da bizdən sonuncu xana istəyir. Sonuncu xana üçün veriləcək buğda sayını qüvvət şəklində göstərin. Bəli, sonuncu yəni 10-cu xana üçün demək istəyir. Yəqin ki, baxın bir dəqiqə.
Xeyr. Bu 10-cu xana üçün veriləcəyin cavabı 209-dur. Bu oldu 209. Amma sonuncu xana 209 deyil. Sonuncu xana üçün nə qədər verməlidir? Sonuncu xana üçün veriləcək buğda sayını biz bilmək üçün biz bilməliyik ki, ümumilikdə burada neçə dənə xana var. Neçə dənə xana var ki, bilək ki, bu qədər buğda veriləcəkdir. Bu tapdığımız cavab 10-cu xana üçün. Amma burada 10 dənə xana yoxdur axı. Şahmat taxtasında 64 dənə xana var. Yəni 64-cü xana üçün veriləcək buğdanın sayını tapmalıyıq. Baxın, dedim ki, burada qanuna uyğunluğu baxın sizə göstərdim. Məsələn, 4-cü xana üçün 2/3 olur, 5-ci üçün 2/4, 10-cu üçün 2/9. İndi sonuncu, yəni 64-cü üçün 2/63 olacaq burada. 2/63. Bu da belə. Yəni 10-cu üçün 2/9, sonuncu üçün isə 2/63 sayda buğda verilməlidir. Belə. Deməli, bu səhifə 4-cü tapşırıqların sonuna gəlib çatdıq. Səhifə 5-in də izahını və digər səhifələrin də izahını çalışacağım ki, kanala yerləşdirim. Sizdən də dediyim kimi xahişim odur ki, kanala abunə olub, videoları bəyənib, şərh yazıb mənə dəstək olarsınız. Bu qədər. Sağ olun, sağlıqla qalın.